Tələbə həyata oxumaqla yanaşı gündəlik xərcləri qarşılamaq üçün balans tapmağı tələb edir. Dövlətin semestr nəticələrinə əsasən verdiyi təqaüd bu baxımdan tələbələrə dəstək məqsədi daşıyır. Tələbələr hər ay bu təqaüd kartına ödənilən ödənişin tam məbləğini əldə edə bilmirlər. Bunun səbəbi odur ki, tələbələrin hər ay almalı olduğu təqaüddən müəyyən məbləğ tutulur. Bəs bunun səbəbləri nədir? Süjetdə bundan danışmışıq. Özünüz təqaüd alırsınız? Bəli, bəli. Nə qədər təqaüd alırsınız bilmək olar? 108 man. Ondan hər ay nə qədər məbləğ tutulur? Deyəsən 110 allıq 2 manat nəsə qəpik çıxılır da. 4-cü kurs tələbəsiyəm. Təqaüd tutulur, amma çox belə ciddi təqaüd tutulmur. Yəni 2-3 manat tutulur. Tutulmasa, məsələn, biz daha yüksək alarıq da. Yəni bu çox bir ciddi fərq deyil, amma tutulması daha yaxşı olar. Tələbənin yetərincə xərci çoxdur. Ona görə də məncə tələbələrdən tutulmamalıdır. Amma tutulur. Məncə onun yerinə digər yerlərdə tələbələr güzəşt olunmalıdır. Amma bu da olunmur. Ekspert Rizvan Fikrətoğlu'nun fikrincə, bəzi hallarda tələbələr təqaüdlərindən edilən tutulmalardan xəbərsiz olurlar. Təhsil haqqında qanunda göstərilir ki, tələbələrin təqaüdlərinin müəyyən tutulmaları ola bilər. Amma bu məcburi deyil, təbii ki, ola bilər. Bu da müəyyən könüllü və ianə haqqı ilə bağlıdır. Tutulmalar mütləq şəkildə şəxsin razılığı ilə olmalıdır. Onsuz da təhsil haqqında qanun da bunu məcbur eləmir. Yəni, tələbənin təqaüdündən hər hansı bir tutulmalar olursa, bu mütləq şəkildə rəsmi formada həyata keçirilməli və tələbə bunu öz imzasıyla təsdiqlənməlidir. Amma bizim universitetlərdə vəziyyət necədir? Təbii ki, bu tutulmalar 2% olur və tələbə Həmkarlar İttifaqı Komitəsinə ianə kimi ödənilir. Amma bu bizdə sanki icbari formasını alır. Mövzu ilə bağlı İlm və Təhsil Nazirliyindən bildirildi ki, bu universitetlərin daxili məsələsidir. Bəzi ali təhsil müəssisələrinə göndərdiyimiz sorğudan aydın oldu ki, tutulan vəsaitlər Həmkarlar İttifaqı komitələri tərəfindən idarə olunur və həmin məbləğ hesabına tələbələr üçün müxtəlif ödənişsiz düşərgələr və tədbirlər təşkil edilir. Həmkarlar İttifaqından isə qeyd olundu ki, tələbələrdən toplanan vəsait yalnız onların sosial, akademik və yaradıcılıq inkişafına yönəldilir. Bütün bu fəaliyyətlər şəffaf şəkildə həyata keçirilir. Gördüyümüz işlər barədə məlumatlar həm saytımızda, həm də sosial şəbəkə səhifələrimizdə mütəmadi olaraq paylaşılır. Bir sözlə toplanılan vəsait tələbələrin sosial rifahı, akademik fəaliyyəti və yaradıcılıq inkişafına yönəldilib.